İsmailova Xalidə Rəsul qızı hələ bütöv Azərbaycan olanda bizim bu sənətdən istifadə edirlər. Bizim cənub zonası rütubətli zonadır. Çox rütubəti olan bir zonadır. Və qədimdə bu rütubətin qarşısını ancaq bu bitkilər alırdı. Qədimdə bu qamışdan topa toplayıb evlərin külünü örtərdilər ki, yağış içəri tökülməsin. Evin yerinə bu qamışın dala deyilən növündən həsir toxuyub yerə sərərdilər ki, yerin rütubəti insanlara pis təsir eləməsin. Bundan zəmbillər toxunub, sonra cibənd deyilən əşyalar toxulub, ona süd məhsulları qoyulub, gecələr çöldə asılıb ki, o sərin qalsın, yaxşı qalsın. Həm də ki, bu məhsul südü, qatığı yaxşı saxlayardı. Belə qərara gəldi ki, bundan başqa bir məhsullar da hazırlayaq. Və biz başladıq bundan çörək qabılar, meyvə qabılar, uşaqlar çıxırdı zəmbillər, çox əl çantaları hazırlamaya. Bu da bizim bu məhsulumuzun rəngarəng əşyalar yaranmasında çox belə gözəl alındı da. Yəni bizim alıcı qüvvəmiz artdı. Bundan xoşları gəldi, aldılar meyvə qabılar, balaca zəmbillər. Fikirləşdim ki, bu sənəti yaşatmaq daha yaxşı olar. Mən çalışdım ki, təmənnasız ətrafıma qadınlar yığdım, bu sənəti onlara öyrətdim. İndi şükür Allaha çox qadınlar bunu bilir. Mənim də müəllimim olub, mənə də bunu öyrədiblər. Çünki mən bunu görmüşdüm, bacarmırdım. İcmada mənə də bu sənəti öyrədən müəllimlər oldu. Bu sənətin inkişaf etdirilməsi üçün mən əlimdən gələn edirəm. Yanıma gələn qızlara, gəlinlərə öyrədirəm. Onlar da bu sənəti inkişaf elətdirirlər və gələcək nəslə ötürməyi istəyirik ki, gələcək nəsil bu sənətdən istifadə eləsin, bu sənət itməsin. Bu sənət çox yaxşı sənətdir. İstəməzdim bu sənət itsin. Necə ki, nənələrdən gəlib bizə çatır, biz də istəyirik ki, bunları gənc nəslə ötürək.